Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu imtahanının qiymətləndirmə çərçivəsi elan olundu. Qiymətləndirmə çərçivəsində metodika üzrə nələr dəyişib, hansı yeniliklər var və nələr çıxarılıb, gəlin bunlara geniş şəkildə baxaq. Amma baxmamışdan əvvəl sizə qruplarımızla bağlı məlumat vermək istəyirəm. Bizim noyabr ayının 5-də yeni qrupumuz fəaliyyətə başlayacaq inşallah. 5 noyabr qrupun başlama vaxtıdır. Sıfırdan dərslərə başlayırıq. Yəni hər bir mövzu bir-bir sizlərə izah olunur. Eyni zamanda ətraflı məlumat almaq üçün ekranda yazdığım nömrəyə 070 855 53 73 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumatlar əldə edə bilərsiniz. 070 855 53 73 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumatlar əldə edə bilərsiniz. Məlumatlarda sizə bütün məsələlər izah olunacaq. Dərslərin gedişatı, sizə nələr təqdim olunacaq və qeyd edim ki, artıq əksəriyyətinizin məlumatı var. Mənim dərslərimdə öz hazırladığım xüsusi PDF-lər sizə təqdim olunur ki, burada açar məqamlar, ən önəmli məsələlər öz əksini tapır. Hansı ki, imtahan istiqamətində də sizə məhz o lazımdır. Belə. İndi isə bu barədə çox danışmadan istəyirəm artıq yeniliklərlə bağlı sizi tanış edim. Deməli, ilk növbədə biz toxunuruq məzmun sahələri hissəsinə. Məzmun sahələrində bir sahə artıq çıxarılıb. Əvvəl bilirsiniz ki, hüquqi savadlılıq sahəsi də var idi burada. Hüquqi savadlılıq, metodik səriştəlilik, pedaqoji səriştəlilik. Artıq hüquqi savadlılıq çıxarılıb. Sahələr içərisində yoxdur. Və iki sahə var. Metodiki səriştəlilik, pedaqoji səriştəlilik. Qeyd etdiyim kimi, müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsidir bu. Amma çox güman ki, sertifikasiyada belə olacaq. Çünki bilirsiniz, artıq demək olar ki, hər il biz bununla qarşılaşırıq. Müəllimlərin işə qəbulu və sertifikasiyasının qiymətləndirmə çərçivəsi birə-bir eyni olur. Amma hazırda müəllimlərin işə qəbulu ilə bağlı çərçivə çıxıb və onu sizə təqdim edirəm. İki sahə var. Hərəsinə 10 sual ayrılıbdır. Gəlin baxaq, görək nələr var burada, hansı yeniliklər var. Hüquqi savadlılıq çıxarılıb dedikdə, yəni biz başa düşdük ki, artıq təhsilin formaları, təhsil alma formaları, təhsil verənlərin, təhsil alanların, valideynlərin hüquq və vəzifələri ilə bağlı suallar görə bilmərik. Daha sonra orada dövlət standartları, səriştələr, etik davranış prinsipləri, bu mövzular artıq burada yoxdur. Yoxdursa, bu o deməkdir ki, artıq düşməyəcək. Gəlin indi metodik səriştəlikdən baxaq. Görək burada bəs nələr var. Çıxarılanları dedim. Hüquqi savadlılığın daxilində olan mövzular çıxarılıbdır və bir-bir saydım. Metodiki səriştəlikdə inteqrasiya məsələsi öz əksini tapır. Sonra kompetensiyalar, təfəkkürün növləri, bunlar onsuz da var idi. Yəni bunlar yeni deyil. Olanların qarşısına bu işarəni qoyacağam, amma yenilərin də altından xətt çəkəcəm ki, yəni bu yenidir. Baxın, kompetensiyalar, təfəkkür var idi, metakognitiv bacarıqlar var idi onsuz da çərçivədə, bilik və onun növləri, idrak taksonomiyası, səriştə əsaslı tapşırıqların hazırlanması, Norman nəzəriyyəsi, dərin bilik səviyyələri nəzəriyyəsi bu məsələn yenidir. Altına xətt çəkirəm. Yenilərə özünüz baxın. Təlim forma metodları var. Təlimin strategiya və texnikaları vardı. Burada sadəcə analitik strategiyalar, gəlin aşağı çəkim, daha yaxşı görək. Deməli, yuxarıda qeyd elədik ki, dərin bilik səviyyələri yenidir. Sonra strategiya və texnikalarda əvvəl məsələn bu yox idi. Bu anlayış daxil olunub. Analitik strategiyalar, kommunikativ strategiyalar bu məsələlər olacaq. Sonra burada SWOT analizi əlavə olunubdur. Daha sonra gündəlik planlaşdırma, illik planlaşdırmada dəyişiklik yoxdur. Bu anlayışlar elə əvvəlki anlayışlardır. Daha sonra şagird yönümlü təlim, onun təşkili formaları, fasilitasiya bacarığı, inklüziv differensial yanaşma, öyrənmə tərzləri, bunlar olanlardır. Təkrar edirəm, qarşısına bu işarəni qoyuramsa, deməli bu əvvəlki çərçivədə də var onsuz da. Yeniliklərin altından xətt çəkirəm. Təlimdə rəqəmsal vasitələr və süni intellekt. Baxın, yenidir. Bu yox idi. Bu yeni gəlib. Artıq üçüncü anlayışdır ki, bu bizə
təqdim olunub yeni anlayış, yəni əvvəl olmayan. Sonra tədrisdə dizayn düşüncəsi, bu da yenidir. Qiymətləndirmədə dəyişiklik yoxdur. Olduğu kimidir, burada hər hansı bir yenilik yoxdur. Gəlin keçək aşağı. Pedaqoji səriştəlik, pedaqoji psixoloji yanaşmalarda. Pedaqoji yanaşmalar. Bu əslində var idi, amma çərçivədə öz əksini tapmamışdı. Yəni 2025-ci ilin imtahanına getməmiş də bu anlayış var idi və mən bunu müdavimlərimə, müəllimlərimə izah etmişdim pedaqoji yanaşmalar anlayışın. Sadəcə çərçivədə bu şəkildə yer almırdı, artıq yer alır. Sonra şəxsiyyətin formalaşması var, daha sonra Gardner, Piaget, bunlar bizim köhnə dostlarımızdır. Vygotsky, Karl Dweck, Kalberg, Gagne, Goleman, Carl Jung, ola bilirsiniz. Əvvəldə olub, şəxsiyyətin inkişafı və formalaşmasında öz əksini tapırdı. Albert Bandura, bunlar var. Yeni daxil olan nəzəriyyələr. Biraz aşağı çəkim ki, sizlər də yaxşı görün. Baxın, bura kimi hər şey rahat. Bildiklərimizdir. Burada deməli, koqnitiv öyrənmə, tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi, şəxsiyyət yönümlü yanaşma. Bu nəzəriyyələr yeni daxil olunub. Sonra sinifdə təhlükəsiz psixososial mühitin qurulması. Bu hissədə nələr var? Deməli, baxaq. Pozitiv intizam və bərpaedici yanaşma, bu anlayış əslində bu da müəyyən qədər bizə aydın, daha doğrusu mənasını bildiyimiz bir anlayışdır. Yəni burada qeyri-adilik olmayacaq. Qalanları bunlar var. Pozitiv intizam və bərpaedici yanaşma sosial intizam nəzəriyyəsini özündə əks etdirir əslində. Sinif idarə edilməsi mexanizmləri, müəllim-şagird davranışının idarə olunması, bullying. Bunlar var əslində. Bunlar var. Yəni burada hər hansı bir yenilik yoxdur. Yenilik bu ikisidir. Bu ikisidir. Sonra bir də yuxarıda qeyd etdiklərim. Artıq təkrarlıq etməyək. Burada bir pozitiv intizam anlayışı, bərpaedici yanaşma, daha sonra burada iki nəzəriyyə, pedaqoji səriştəlikdə və yuxarıda qeyd etdiyim məsələlər. Yuxarıda qeyd etdiyim məsələlər. Belə müəllimlər, çox uzatmaq istəmirəm. Yəni lakonik danışaq ki, hər kəsə aydın olsun ki, yeniliklər nələrdir, nələr çıxarılıbdır. Çıxarılanlarda dedik, hüquqi savadlılıqda olan təhsilin formaları, təhsil alma formaları, kurikulum nədir, oradakı anlayışlar, daha sonra dövlət standartları, səriştələr tərkibində, müəllimə etik davranış prinsipləri, bu anlayışlar artıq görürsünüz ki, çıxarılıbdır, yoxdur. Deməli, imtahana da düşməyəcək, yəni o anlama gəlir. Belə müəllimlər, bu qədər. Amma qeyd edim ki, yeniliklərlə bağlı mən sizlərə izah verəcəm inşallah. Hissə-hissə, çərçivədən başlayacaq hissə-hissə. Məsələn, Norman dərin biliklər səviyyəsi nəzəriyyəsi, yəni Norman nəzəriyyəsi, mən həmişə adı ilə deyirəm, Norman nəzəriyyəsi ilə bağlı danışacağıq. Dərin bilik səviyyələri nəzəriyyəsi nədir, nə deməkdir? Və daha sonra keçəcəyik digər məsələlərdən danışmağa. Belə, özünüzdən müğayət olun. İnşallah izahlarda görüşmək ümidi ilə. Hər birinizə zeyin açıqlığı arzu edirəm. Sağ olun.